Salamünaleyküm. Adım Mahmud Vəli Elşən Rafaeloğludur. Mən bir qrup şəxslərlə Rüfət Qasımzadə, Qasımlı Boran, Qasımlı Sahil tərəfindən aldadılmışam. Dostum Mirəli tərəfindən tanış olmuşam. Sonradan məlum olub ki, rəhmətli Ramiz Əzbəylinin kürəkənidir bu Rüfət. Məni Qızıl İşi adı ilə işə cəzb elədilər. Etibar edib atamın Ramiz Əzbəyli ilə dost olduğu üçün, ailəvi tanış olduqları üçün, qızı Cəlalə xanımla əlaqələri olduğu üçün, ailəvi dost olduğu üçün etibar eləmişəm və bu işə güvənmişəm və onlara 45 min dollar civarında mayın 14-ü 2024-cü ildə pul ödəmişəm. Daha sonra dekabr ayında mənə qızıl zalog qoyaraq 10 min dollar əlavə pulumu almışdılar. Etibar eləmişdim bu işə ki, sonra mənim yarı pulumu geri qaytaracaqlar, amma təəssüf ki, 55 min dollara alaraq arxasına keçib, sonra da yalandan batdığını elan elədi. Türkiyədə İstanbuldan qızıl gətirərkən qızılları gömrük tərəfindən tutulduğunu bildirdi və başqa ailəyə də təxmini eyni qədər pulu atdığını bildirdi və bildirdi ki, artıq batmışam, o pulu ödəyə bilmirəm, get harəsindən şikayət elə, heç nəyin xeyri olmayacaq. Bəs bu işlə bağlı siz hüquq mühafizə orqanına müraciət eləmisiniz, işlər nə yerdə onunla bağlı danışardınız? Bəli, 2025-ci ilin mart ayının əvvəlləri Yasamal rayon polis idarəsinə şikayət bildirmişik. Nəticədə bu üç şəxs Qasımlı Boran, Məmmədzadə Məmməd, Qasımzadə Rüfət, Mirzəcanoğlu, Ramiz Əzbəylinin kürəkəni bölməyə çağırılmış. Hər şeyi etiraf etmişdilər və pulu bizə geri qaytarmağına söz vermişdilər. Lakin təəssüf ki, 8 aydır gözləyiməyimizə rəğmən bir qəpik də bizə pul ödəməyib və hər dəfə mən pulu atmamışam, aldatmıram sizi, qaytaracam, bir ay səbirli ol, belə deyə vaxtı uzadır, amma heç bir qəpik də bizə pul ödəmir. Bəs sizdən başqa başqa bir şəxslər şikayətçidirlər və digər şəxslərdə varmı, sizdə məlumat varmı ki, o belə bir əməllər törətmiş? Bəli, həmin ailənin oğlunun dostu mənlə dostluq eləyirdi, oğlu daha doğrusu Mirəli Cəfərli və Cəfərzadə ailələri ilə də tanışıq. Hal-hazırda onlar da şikayət bildirmək istəyirlər. Onlara da 50.600 dollar pul məbləğində pul atıbdır 2 il yarım əvvəl. Dekabr ayında mənə qızıl verdilər ki, yəni bizim işə güvən, girov qoydular. Sonra bildirdi ki, bəs bu girovu qaytar ki, biz sənin pulunu geri qaytaraq. Mən təəssüf ki, bu qızılları da verdim ki, satsınlar, mənə pulumu gətirib versinlər. Təəssüf ki, sonra bir ay gözlədərək pulda arxasına keçdilər, bir qəpik də geri qaytarmadılar. Sonra məni Türkiyəyə apardılar özləri ilə. Göstərdilər ki, bax biz iş görürük, həqiqətən də pul da var. Noyabrın sonları 2025-ci ildə, 2024-cü ildə. Və bildirdilər ki, Taksim meydanında özü şəxsi restoranı var, hamısını mənə təqdim elədi, göstərdi. İmkanının olduğunu, evlərini. Sonra yoldaşı Cəlalə xanımla baldızı Xədicə xanım, Ramiz Əzbəylinin qızları ilə də görüşdük. Təəssüf ki, onlar da bildirdi ki, bizim sizə verələsi heç bir pulumuz yoxdur. Yəni var, amma verməyə imkanımız yoxdur. Bir aydan sonra sizin pulunuzu geri qaytara bilərik, polisə şikayət eləməyin. Biz də təəssüf ki, gözlədik, lakin bizə bir qəpik də geri qaytarmadılar. Dövlət strukturlarından xahiş edirik ki, bizim işimizdə bizə köməkçi olsun. Sağ olsun bizi Yasamal İdarəsinin rəis müavini Vüsal müəllim özü şəxsən qəbul etdi. Birbaşa Yasamal rayon idarə heyətinin rəisi ilə bizi tanış elədi və rəis bizim işə daha ciddi baxılması üçün əmr və tapşırıqlarını bildirdi və biz inanırıq ki, dövlətimiz və dövlət strukturlarının əməkdaşları tərəfindən bu pullar lazımi şəkildə araşdırılacaq və geri qaytarılacaq. Sizə və digər şəxslərə konkret olaraq onlar hansı miqdarda pul borcludular, onu deyərsiniz? Hal-hazırda həmin o üç şəxs pulu mənimsəyiblər, 55 min dollar tamamilə bizə borcludular və geri qaytarmışlar. Və ikinci ailənin də 50.600 dollar pul ödəməlidirlər, onu da alıblar, geri qaytarmayıblar. Təəssüf ki.